Salam dostlar, zəhmətkeş əkinçilər. Bugün 19 aprel 2026-cı il Xızı ərazisindəyik. Bu istixanada Asis firmasına məxsus Tibron F1 çeşidi əkilir. 1 hektar 30 sot ərazidir. Ümumi hamısı Tibron əkilib. Bunu niyə qeyd edirəm? Çünki bir istixanada eyni çeşid əkiləndə ona uyğun qidalanma rasionu gedir və onun nəticəsində ki, məhsuldarlıq göz qabağındadır. Tibron çeşidinin qida rasionu tam fərqlidir. Biraz qidaya, gübrələnməyə daha çox tələbatı var. O da bitkinin üzərindəki məhsuldarlıqdan asılı olan bir şeydir. Bu bitkinin kaliuma, yəni potasyuma tələbatı digər çeşidlərdən daha çoxdur. Yəni dediyim kimi, bu da onun məhsuldarlığının çoxluğundan irəli gəlir. Meyvələrin bu çeşid əkilib yanvarın 5-i ştil halında bu əraziyə köçürülüb. Rəng çox gözəldir. Bir dəfə dərim olunub, indi ikinci dərimə hazırlanır. Yəni sözüm digər sahibkarlara və aqronom yoldaşlaradır ki, bu çeşidi əkmək üçün tərəddüd edənlər var. Yəni nəticə göz qabağındadır. Yenə deyirəm, hansıda başqa bir çeşid əkib Tibronu yanında bir sıra əkməklə bir nəticə əldə etmək çətin olur. Çünki yenə dediyim kimi qida rasionuna tələbatları fərqli olduğu üçün bu fərqlənə bilir. Yəni düzgün nəticəni əldə etmək çətin olur. Tərəddüd etməyin, bu çeşidi yəni əkməyə dəyər. Məhsuldarlıq da göz qabağındadır. Birinci salxım dərilib, ikinci salxım 3, 4, 5, 6, 7 çiçək halındadır, 8 çiçək halındadır. Bu da bitkinin vəziyyəti. Yəni göz qabağındadır hər şey. Yəni bu çeşid haqqında artıq nəsə demək yersizdir. Göz qabağında çeşid öz sözünü deyir. Bizi izləmədə qalın, növbəti çəkişlərimizdə yenə sizi ətraflı bu çeşid haqqında məlumatlandıracağıq. Hələlik sağ olun.